Avropanın bir sıra ölkələrində belə bir ənənə var. Məsələn, indi biz 10-cu, 11-ci sinif deyə bilərik də. Müəyyən bir yaşa qədər bütün fənləri onlar öyrənirlər. Amma sonra 10-cu, 11-ci siniflər formalaşır. Humanitarlar. Bu birinci qrupun uşaqlarıdır, bu ikinci qrupun uşaqlarıdır, 3, 4 və 5-ci qrup. Azərbaycanda bu modeli, yəni siz indi bilirəm, yaşlı deyil, ağlı yaşlı deyil, başladır və siz bu günlərim yaxından təhlil edirsiniz, təhsil sistemini və s. Bizdə belə bir modeli tətbiq etmək mümkündürmü? Bu bir. İkincisi də, əgər uşaqlar artıq riyaziyyatdır, ana dil üzrə veriblərsə, deməli, imtahanları, niyə görə onlar növbəti imtahanlara qədər, ayın sonuna, ilin sonuna qədər yenə də o dərslərə getməlidirlər? Onu doğruluqladınız. Artıq bizdə məktəblərdə pilot layihələr var ki, artıq 9-cu sinif buraxılış imtahanı veriləndən sonra 10-11-ci sinifləri pilot layihələr var. Yəni ki, burada artıq şagirdlər ərzi yazırlar ki, məsələn, mən birinci qrup hazırlaşıram, ikinci qrup hazırlaşıram və orada daha çox həmin ixtisas qruplarına aid olan fənlərin saatları daha çox olur. Məsələn, ikinci qrup üzrə olan tarix, coğrafiya, riyaziyyat, bunlar daha çox saatlar keçirilirsə, məsələn, üçüncü qrupda eyni zamanda Azərbaycan dili, ədəbiyyat, tarix, yəni bu kimi fənlər daha çox önəm verilir. Yəni ixtisas qruplarına görə burada bölünmələr olur. Və qeyd etdiyim kimi, orada artıq təmayüz siniflərə uyğun olaraq dərslər keçirir və belə deyək, abituriyentlər həmin o dərsləri yaxşı qavramaqla bərabər, həm də təbii ki, o fərdi hazırlıqlara, belə də repetitoriyanı gedərək o dərsləri yerinə təkrarlamış olurlar. Və artıq belə deyək, bizim təhsil sistemində olan bəzi qərarlar dünya təcrübəsində sınanmış bir metodlardan istifadə olunur. Təbii ki, onlar müəyyən bir dövr ərzində izlənilir, həmin o pilot layihələr icra olunur və pilot layihələrin nəticəsi, müsbət belə deyək, nəticəsini göstərirsə, artıq bunlar geniş şəkildə digər təhsil müəssisələrində tətbiq edilir. Və onu doğruluqladınız, bəli, buraxılış imtahanları mart ayında təşkil olunur və artıq mart ayından sonra belə deyək, şagirdlərin həqiqətən də belədir ki, dərsə davamiyyəti aşağı düşür faiz olaraq. Çünki buraxılış imtahanını verib artıq müəyyən dərəcədə 1-2 bal toplayıbdır və davamiyyət aşağı düşür. Və eyni zamanda da, yəni burada imtahanların əvvələ çəkilməsi, yəni belə deyək, burada çünki imtahan qrafiki var. Təbii ki, imtahan qrafiki Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi eyni zamanda Nazirlik Kabineti tərəfindən, yəni birgə şəkildə bunlar hazırlanır və həmin o imtahan müddətini, o müəyyən bir dövr var, həmin dövrə qədər sıxışdırılmalıdır. Çünki artıq sentyabra dərslər də başlayır. Ona görə də o blok imtahanının belə də 2 dəfə keçirilməsi, daha sonra buraxılış imtahanının belə deyək, iki zona olması və yaxud da məzunlar üçün keçirilməsi, daha sonra magistr imtahanı, 9-ların buraxılış imtahanı, yəni imtahan daha çox olduğuna görə məcbur şəkildə müəyyən müddət aralığına salınmalıdır ki, həmin o vaxt gəlib çatdıra bilsin. Avropanın bir sıra ölkələrində belə bir ənənə var. Məsələn, indi biz 10-cu, 11-ci sinif deyə bilərik də. Müəyyən bir yaşa qədər bütün fənləri onlar öyrənirlər. Amma sonra 10-cu, 11-ci siniflər formalaşır. Humanitarlar. Bu birinci qrupun uşaqlarıdır, bu ikinci qrupun uşaqlarıdır, 3, 4 və 5-ci qrup. Azərbaycanda bu modeli, yəni siz indi bilirəm, yaşlı deyil, ağlı